Salam əziz dostlar və dəyərli izləyicilər. Sizlər üçün çox qısa bir video çəkirəm. İngilis dilini necə asan öyrənmək olar? Bu tək bir dilə deyil, ümumiyyətlə istənilən dili necə asan öyrənmək olar? Yəni bunu az da olsa gündəlik bir yarım saat vaxtı olan bir tələbə necə öyrənə bilər? Kiçik bir hədəf qoyaraq bunu edə bilərsiniz. Mən bu kiçik hədəfi qoymaq üçün sizə gündəlik olaraq 5 dəqiqəlik bir öz levelunuzdan bir az yuxarı, bir level yuxarı videolarını işləməyi məsləhət edirəm. Necə? Bir plan yaradırsınız. Gündəlik olaraq bir video götürürsünüz və həmin videonu məsələn 5 dəqiqələrə bölürsünüz. Məsələn, birinci günün 5 dəqiqəsini götürürsünüz. Videonu izləyirsiniz. Videoda bilmədiyiniz 5 dəqiqədə olan bütün sözləri çıxardırsınız. Onları qeydlərini öyrənirsiniz, qeyd edirsiniz və həmin videolar podkastlar ola bilər, filmlər ola bilər, slang ifadələrlə dolu videolar ola bilər, küçə ləhcəsində videolar ola bilər, nə bilim, gündəlik danışıq videoları olsun, ən yaxşısı. Və həmin qeydləri götürdən sonra dəfələrlə izləyirsiniz və özünüzü cəhd eləşirsiniz ki, özünüzü məcbur edirsiniz ki, onu qısa da olsa danışasınız. Qısa da olsa. Mütləq şəkildə. Yəni şərt deyil ki, sən dili necə deyim, çox üzrəm sözümə görə çox güclü şəkildə oturub öyrənmək lazım deyil. İlk hədəflərinizi kiçik qoysanız, siz daha tez çata bilərsiniz hədəfinizə. Hədəf qoyun ki, bir aya 100 dənə söz öyrənəcəm məsələn. Düzdür, imtahanı yaxınlaşan məsələn tələbələr üçün bu keçərli deyil. Onlar daha çox çalışmalıdır. Amma nə bilim, irəlidə çox vaxtı olan, dil öyrənməyə çətinliyi olan bir tələbə bu dediyim qısa bir asan yolla burada həm mətnlərdən işləyə bilərsiniz. Kiçik audio mətnlər var ki, onların həm mətnləri, həm də onları dinləyə bilərsiniz. Kiçik videolar götürə bilərsiniz. Kiçik hədəflərlə başlayın. 5 dəqiqə götürdünüz və ya kiçik bir mətn götürürsünüz, sözlərini çıxarırsınız, dəfələrlə dinləyirsiniz, həmin sözləri aktiv şəkildə orada istifadəsini görürsünüz. Hətta oradakı cümlələri shadow texnikası ilə təkrarlayın, nə bilim, orada deyir o cümləni siz saxlayın, eyni qayda təkrarlayın, necə deyir, eyni qayda tələffüz edin, dil və dodaq hərəkətini eyni formatda aparın. Yəni bunları eləsəz, inanın ki, qısa bir zamanda kiçik hədəflə böyük hədəfə çata biləcəksiniz. Bu dil öyrənmənin ən sadə və yormayan bir metodikasıdır. Çox sağ olun.